Son zamanlar bir sıra ölkəlerde, o cümleden regionumuzda da tutma şəkilli boğucu öskürəklə müşayiət olunan xəstəliklər bir qədər geniş yayıldığını şahidi oluruq. Bu tip öskürək, öskürək tipli öskürək deyirlər buna. Bəzən buna boğmaca kimi adlar da verilir. Əsas səbəbləri göy öskürək, Bordetella pertussis mikroblarının törətdiyi bir ağır tənəffüs yolları infeksiyasıdır. Lakin bu təkcə Bordetella pertussis yox, həm də Bordetella parapertussis və Bordetella cinsindən olan başqa mikroblar tərəfindən də törədilə bilər. Əsasən xəstəliyin yayılmasının səbəbi son zamanlar müşahidə olunan peyvənddən yayınmalardır. Bunlar peyvənddən yayınmalar ərazidə immunizasiyası zəif olan uşaqların çoxalmasına və infeksiyanın bu mühitə daxil olub xəstəyi törətməsinə geniş şərait yaradır. Bağçalarda, məktəblərdə sıx təmasda olan uşaqlar biri-birini yoluxdurmaqla bu xəstəliyin geniş yayılmasına şərait yaradırlar. Bu xəstəliklərin gedişi adətən boğucu öskürək tutmaları, xüsusən gecələr baş verən boğucu öskürək tutmaları, öskürəkdən sonra qusma halları, bəzən hipoksiya vəziyyətinə düşmələri, xırıltılı öskürək və xəstəliyin digər xəstəliklərlə müqayisədə bir qədər uzun müddət, 6-8 həftə, bəzən daha artıq getməsi ilə müşayiət olunan bir haldır. Əgər belə bir şübhə varsa, burun, ağız yaxması götürülüb oradan Bordetella pertussis mikroblarının PCR analizini eləmək, əgər müsbət hallar alınarsa, nəticə alınarsa, azitromitsin, klaritromitsin molekullu antibiotiklərin təyin olunması, paralel inqalyasiya bəlğəm gətiricilərin verilməsi tövsiyə olunur. Mütləq pediatrınıza və ya infeksionist pediatra müraciət etməyiniz tövsiyə olunur.